Sizcə haqlı qadağalardır bunlar? Ürəyimcəndəki bəzi aparıcılar ki var, o danışığını bilməyən, yersiz suallar verən, onların verişi bağlandı. Mən bu günahı görürəm ən çox aparıcılardır. Dəfələrlə də yalvardılar, xahiş minnət elədilər. Bu müğənnilər səncə doğrudan da mı efirdən insanların musiqi zövqlərini korlayan musiqiçiləri idimi? Yəni 3 gündən bir, 5 gündən bir efir olmur ki, cəmaatında gözü yorulur. Arzu Mələklə mənim nə işim var? Yenə də aparıcı getdi, qulağına nə dedisə, söhbət ondan başladı. Mən onda heç də. Düzgün elə beynim çönər ki, sizi qatıram burada bilmirəm. Ensemblda sazı belə ifadə elədiyim yerdə tutdu buradan, qızatdı bu birdə, gördüm əlim dayanmır, əlim işləyir. Allah ona mənə vergi verdi. Aşıq Abdı deyir ki, yəni Aşıq Mübarizə, Aşıq deyə müraciət eləmir. Hər vaxtınız xeyir, bura bu otaqdadır. Bugün bu otaq sazlı sözlü olacaq. Çünki bugün bu otaqda mənim dəyərli dostum, dəyərli qardaşım, gözəl saz ifaçısı, gözəl aşıq sənətinin nümayəndəsi Aşıq Mübariz buradadır. Aşıq, xoş gördük, necəsən? Xoş günlər gələk Əbdül qardaşım, var olasan. Allah'ım bu günlər şükür yaxşıyam. Sən bilirsən, sən mənim həm yerlimsən, həm əmi oğlumsan. Bəli. Laçın Kəlbəzər qardaşdır. Bəli, bəli. Xətrini çox istəyirəm deyinə, mən sənin sözündən çıxa bilməzdim. Gəlmişəm və yaxşı ki, gəlmişəm. Təşəkkür edirəm. Mübarək olsun verilişin. Çox sağ ol. Uzun ömürlü olsun. Sağ ol. Bilirəm ki, baxımlıdır. Daha da baxımlı olsun. Xalq tərəfdən sevilsin, çox istənilsin. Çox sağ ol, təşəkkür edirəm xoş sözlərin üçün, var olasan. Aşıq, özün bilirsən də, son dövrlər efir məkanların, ölkə gündəmin zəbt eləmiş bir mövzu var da. Bu, bəzi müğənnilərin efirlərə buraxılmamağı ilə bağlı, bəzi müğənnilərə efir qadağaları ilə bağlı. Hər gün yenilənir siyahılar. Vallahi yenilənsin, mən bir söz, o barədə də danışmaq istəmirəm. Bəzi müğənnilərin adı orada hallanıbdır. Çəkib paylaşırlar. Amma görsən mən bir dənə paylaşım eləmirəm. Çünki mən özümə arxayınam ki, o paylaşım eləmirəm. Əslində mən bu günahı görürəm ən çox aparıcılardır. İndi özüm də dəfələrlə verilişdə olmuşam. Belə götürəndə bu söhbətə qayıtdıqsa, bax sənə bir dənə sual verim də, səndən mən böyüyəm. Bəli. Elə bir ki, mənim evimə ya sən mi, ya bir başqa insan qonaq gəlib. Mən səni nə cür qarşılasam, sən o evdə elə rəftar edəyəsən, düzdürmü? Bəli. Mənə gəl, o evdə özümü yaxşı aparsam, şəxsiyyətlə aparsam, sənə gözəl süfrə açsam, sən önce mənə baxasan ki, mən özümü nətər aparıram, sən önce orada oturuşunu, duruşunu bilən özünü yığışdırasan. Özünü yığışdırasan. Bəli, bəli, eyni. İndi mən gəlmişəm sənin verişinə, demək verilişə kim gəlibdir, Mübariz gəlib. Bəli. Buna bu sualları vermək olmaz, belə qadağaları qoymaq lazımdır. Baxır hansı sualı verim, o inciməsin, küsməsin. Amma mən məsəl üçün efirlərdə deyirdim ki, Əbdülün canına deyirdim, eləməyin də mən küsüm. Mənim bir küsməyim var, mən əgər getdimsə bir dəfəni gedirəm. Elə də efirlər var ki, mən oradan durdum, getdim, heç qayıtmadım da, özün bilirsən. Dəfələrlə də yalvardılar, xahiş minnət elədilər, dedim, qardaş, mənlik deyil. İndi mən nəyi soruşmaq istəyirdim, sənətkar? Bu qadağalar ki, tətbiq olundu bəzi müğənnilərə. Yəni, istəsəz adların deyə də bilərsiniz, deməyə də bilərsiniz. Hər iki tərəfdə günah görürəm, Əbdül, hər iki tərəfdə. Sizcə haqlı qadağalardır bunlar? Yəni, düzgündür bu qadağaların qoyulması? Əlbəttə, haqlı qadağalardır. Bu qadağalar qoyulduqdan sonra, artıq bir həftə 10 gündür də bu qadağalar qoyulub, efirlər başqa formatlarda olur. Yəni, gözəldirmi efirlər? Bir tamaşaçı olaraq soruşuram. Yox, gözəl, həqiqətən də gözəl deyil. Çünki adam sıxılır, darıxır efirə baxanda da. Mən özüm də oturub baxıram, deyirəm, təmtaraqlı efir hara, indi bu hara. Ən çox da daha doğrusu görürəm ki, muğam daha çox üstünlük verir. Amma mən nəyə görə məsəl üçün şad olam ki, çünki özümdən də başıma gəlib də, oturmuşam, biri gəlib salam verməyib kesib, biri gəlib danışığını bilməyibdir, hərəkətini bilməyibdir, hansını deyim. Yəni, belə şeyləri çox görmüşəm deyinə, Əbdül. Mənim elə bir ki, həm ürəyimcəndəki heylələrini yığışdırdılar efirdən, həm də ürəyimcəndəki bəzi aparıcılar ki var, o danışığını bilməyən, yersiz suallar verən, onların verişi bağlandı.
Mən buna şadam. Həm bu tərəfdən şadam, həm bu tərəfdən şadam. Yəni səncə Dəxli yoxdur mənim adım orada olsun. Mən də istəmirəm ki, çağırsınlar məni. Hə. Mən də istəyirəm ki, başımı sakit dolandıram. Oturam, toylarımla məşğul olam. Üzr istəyirəm balalarımla, ailəmlə. Mən bu söz mənə də sağ ol qardaşım. Bu söz mənə də aiddir. Mən də durub kimsə yox, səncə bu efir qadağaları qoyulan adlar ki var, mən çəkəcəm o adları, çünki bütün saytlar paylaşıbdır, hər kəs bilir. Məsələn, o adların içərisində var idi Nəfəsin adı, Kəmalə Günəşlinin adı var idi, Ofeliya Şabanovanın adı var idi, hətta Rəqsanə xanımın qızı Aysunun adı var idi və Aşıq Namiqin adı var idi. Sadəcə bunu soruşmaq istəyirəm. Bu adın çəkdiyim, hansı ki saytlarda adları hallanan bu müğənnilər səncə doğrudan da mı efirdən insanların musiqi zövqlərini korlayan bir musiqiçiləri idimi? Əbdül, mən yenə deyirəm, mən istəmirəm ki, kimisə adını çəkim, yenə kimisə adını çəkəndə problem yaşayam. Mən tamamilə bu şou aləmindən uzaq bir insanam. Özüm bilirsən, mənim sənətimdə başqadır. Səni bəzən dartırlar bu qalmaqallara. Sənətimdə başqadır, şou aləmi də başqadır. Aşıqlıq hara, bu şou aləmi, müğənni hara. Özüm bilirsən ki, mən həmişə bu sənətdə yenə mən demək olmasın. Bu da ikimizlik də ürəyim açıq danışıram sənə. Rahat. Sadəcə olaraq həmişə demişəm ki, qoyun başımı dolandırım da. Mən bir tikə çörəyim də qazanıb aparıram ailələrimi, balalarımı. Sazı fırladıram, nə edirəm, özüm bilərəm, nə işinizə qalıb, oturun yerinizdə, sakit durun. Mən bunu fırlamasam, kim gətirim bana 5 manat verəcək ki, qardaş, 5 manat verirəm, bunu fırlama. İndi söhbət bu fırlamaqdan getmir, söhbət bu müğənnilərdən gedirsə, mən onların yenə deyirəm, bəziləri ki var, onları yaxşı edib. Oradan siyahıya qoşurlar ki, bunlar olmasın efirdə. Çünki mən yenə deyirəm, nə danışığın bilirlər, nə oturuşun, nə geyimin, nə hərəkətin. Amma bəziləri də var ki, onların haqda sarılar ora. Bax, məsəl üçün, mənim adım hallanıbda görürəm ki, orada Sevil İskəndərli var, neçə illərimizin dostudur, yoldaşlığımız olub, toylara getmişik, gözəl də insandır. Ondan sonra elə biri ən əsası elə Meydan Əsgərov, kimə neyiniyib? Mən belə şeyin əleyhinəyəm. Çünki elə insanları salıblar ki, ora. Həqiqətən də heç bilmirəm, bunu kimin işidir bu, kim eləyib bu təqribatı, bəlkə elə təqribatı yaradıblar bizim aramızda. İndi gəlin belə deyək. Sadəcə olaraq adlarını çəkdiyin insanlara yenə deyirəm. Adlarını çəkdiyin ki, bu insanlar var. Bax, deyirsən, Kəmalə Güləşlidir, Namiqdir. Onlara sən aparırsan, sən onlara söz atmasan, sən onlara deməsən ki, bu iş niyə belə oldu, bu niyə belə elədi. Qardaş, yenə deyirəm. Sən əgər aparıcısansa, aparıcı yerini bilməlisən, sən durub başqa suallar verməməlisən. Sən ailən niyə dağıldı, sən neçə uşağın var, sən uşağına baxırsanmı, sən bunu bir eləyirsənmi? Mən həmişə belə şeyin tərəfində olmuşam. Demişəm, qardaş, olmaz. İndi bax, sən demisən olmaz. Ona görə də heç bir efirdə yadıma gəlmir ki, sənin ailə mövzularına hansısa aparıcı girsin. Girə də bilməz. Ay, sağ ol. Sazı onun başında qıraram, mümkün olmayan bir şey. Bəli, ay, sağ ol, ölənlər var rəhmət. Amma bəzi müğənnilər var ki, gedib arxada bir çay süfrəsində otururlar aparıcı ilə, öz için danışır, deyir ki, gəl bundan qəşəng mövzu eləyək sabah efirdə, partladacaq. Mən də heylələrini deyirəm də, yaxşı oldu ki, onları yığışdırırlar. Heylələrini mən də tanıyıram. Yaxşı olub onları yığışdırıblar. Mənim ürəyimcən oldu. Vallahi, amma bəziləri də var ki, qardaş, bax, Aşıq Namiq kimi neyinibdir. Qardaş, o deyir, dəymama dəyməyim sağa. Bostanıma daş atma, mən səndən nə işim var? Biraz indi burada başqa bir məsələ. Məsələn, Aşıq Namiqdir, sən özünsən, biraz özünüzdən tez çıxırsınız deyə. Bunu da bəziləri, aysa, bunu da bəziləri xarakterini, xasiyyətinizi bilir deyə, sizə iynəliyir, sancır, özünüzdən çıxardırsınız. Gör nə deyirəm, o qonaq söhbətini başlanıcıqda mən niyə dedim, mən özümü o evdə yüngül aparsam, kişi yaparsan, sən orada min oynan çıxarsan mənə qarşı. 100%. Mən də sana deyərəm ki, dur buradan şərəşbəyini, o məsələ. Amma mən əgər sana mərdliyimi, kişiliyimi göstərsəm, kişi kimi qabağına çıxsam, sən deyərsən ki, burada gərək mən özümü axır aparam. Bəli, mən mübarizin evinə gəlmişəm. Bəli, mən mübarizin evindəyəm. Ay, sağ ol. İndi bu aparıcıdır, amma mənim özüm qonşu kanallarda aparıcı öyrədim, 1 il. Yol əhvalatını apardım. Özdəki
o verilişi bağlayanda da inan Allah'a cəmaət qalmışdı ayağa. Biz ən maraqlı veriliş idi. Bunu Mübariz müəllim bunun verilişini niyə bağladı? Yol əhvalatı idi, aparırdı müğənniləri. Məsəl üçün, Kürdəmir yolu gedirəm, yolun qırağında qarpız satılır, yazıq o kişi. O bəlkə də bir ayda durub orada, heç 5 dənə qarpız sata bilmir. Amma mən saxladırdım orada, deyirdim ki, bu kişinin qarpızını büyünlərim bir saatın ərzində satmalısınız. Çünki müğənni görəndə hamı saxlayırdı. Bəli, bəli. Elə Aşıq Zülfiyə idi mənim qonağım orada. Elə birinci çəkilişdə. Şairə Zöhrə idi, Zöhrə Xəlili. Yəni, mən aparıcı elə bir ki, o qismində o verilişi aparanda, Əbdül, mən onda gördüm ki, həqiqətən də o çağırdığım müğənniyə elə bir sual verməliyim ki, o məndən inciməsin. Çünki sabahsı günümüz var, bir-birimizin xeyir işimiz var, şər işimiz var. Niyə bu müğənni məndən salam əleykumum var? Öpüşüb görüşürəm, doğma billəm özümə. Amma indi hamı sizin kimi düşünmür da, reyting xatirinə. Mən də onu deyirəm də, qardaş, sən sualı verəndə bax gör kimə verirsən o sualı. Və nə cür qaydada verirsən, nə tər verirsən. Həmişə belə şeyim, mən əleyhinə olmuşam, belə indi də əleyhinəyəm. Amma yaxşı olub da o mənim ürəyimdən keçən o insanlar ki var, onları yığışdırıblar. Kimlər idi onlar? Onlar deməyim də, qalsın ürəyimiz. İndi hələ ki qurban olmalılar, qardaş, mənim adım bəlkə də bir həftədir, 5 gündə çıxıbdı, mən 5 gündə də efirlərdəyim. Hələ bu dəqiq bəlkə də təsdiqlənməmiş bir şey. Bu gün gördüm, amma sən bu gün də efirdə olmusan, canlı efirdə idin mən. Bəli, canlı efirdə. Canlı efirdən çıxmışam. Niyə elə sırağa gündə Əlim müəllimin verilişində idim, canlı efirdə idim. Yəni hələ ki çıxıram, indi qurban olum Allaha, zapiret qoyarlar, gedib biraz dincələrəm. Yəni 3 gündən bir, 5 gündən bir efir olmur ki, zamanında gözü yorulur. Bəli. Gedib biraz dincələrəm. O son vaxtlar çox çıxmırdın efirləri. Efirləri seçib çıxırdın. Yox, elə bu yanvar ayının birindən, 2026-dan artıq mən o söhbətdən sonra o da bax, görsən aparıcının günahı oldu. Bax, tam bir qardaşın kimi, bir yerin kimi sənə deyirəm. Mən Arzu Mələklə mənim nə işim var? Əbdül, illərlə də mən onunla mehribanam, get-gəlişimiz var. Mövzuları özünə çıxsın. Mən soruşmadan özün danışırsan. Bilirəm də, özüm deyirəm. Bax, onunla mənim nə işim var? Küsülük öz yerində. Qardaş, mən bunu malaladım ki, Nazlı xanım, qoy bir də sakitləşək, belə olsun, falan olsun. Xətrini də çox istəyirəm. Rasiyadan belə toylarda olmuşuq. İndi Allah şeytandan eylət eləsin, bir şəhid oldu. Amma yenə də aparıcı getdi, qulağına nə dedisə, söhbət ondan başladı. Mən onda heçləndim. Sən gedin bunun qulağına, özü də biləm nə deyibdi. Ona görə mən bir dəfəni sıxdım o vermişdim. Nə dedi sən? Qızışdır mübarizdə, efiri qızışdır. Reyting ver. Reyting versin efir. Qardaş, efirə görə, reyting verməyə görə sən məni cəmaatın gözündən salmalısan. Sən kimsən ki, məni cəmaatın gözündən salasan? Mən də gördüm, durdum bir dəfəni, sıxdım o verilişdən. Dedim, axı Arzu xanımla hörmətimiz var. Evlərində çörək kəsmişəm, bu da bizim evimizdə çörək kəsib. Gəlib balalarımın xeyir işinə. Həm də mən Mübarizə tanıdığım qədər bilirəm ki, Mübariz bir xanımın üstünə gedəsi bir insan deyil, xanımla dava eləyəsi insan deyil. İllərimin dostu ilə bir dənə verilişə görə mən durumundan düşmən olum. Ona görə həm də 2 dəfə, sən bilirsən, əsəbdən institut keçmişəm. Birdə əsəb adamın biraz ağzımdan söz, başqası Allah məni uzaq eləsin, söz çıxar. Durdum, sakitcənə sazımı götürdüm, çıxdım, getdim. Mübariz, onu bayaq deyirəm, çox əsəbisən deyə, tez özündən çıxırsan. Amma həmişə deyir. İndi də danışırsan, hiss edirəm, yadına düşür o situasiyalar, əsəbləşirsən, əsəbdən əllərini ovuşdurursan. Həmişə efirlərə gedəndə aparıcılara deyirdim ki, mənim üzümün gülməyinlə, sadəliyimlə, mənim deyirdim, o xoş davranışımdan istifadə eləməyin. Bir gün elə beynim çönər ki, sizi qataram burada bir-birə. Dedim, mənim elə bir xəsiyyətim var. Dağlar olsa. Dedim, amma məni o yerə satdımın dedim. Qardaş, mən dedim, elin, millətin gözündə mən bilirəm ki, ən yuxarı təbəqə varsa oradayam. Aşıq Mübariz kimi. Aşıq Mübariz kimi, bəli. Və sazda ilk şou yaradan bir... İlk mən gətirmişəm, bəli. Sazda ilk şou yaradan bir aşıq kimi yadda qalmışam. İlk mən gətirmişəm, mən də onunla tanınmışam. İndi mən hər dəfə görsən, Əbdül, efirlərdə deyirəm ki... Gör, neçə il keçibdir, hələ də Aşıq Mübariz deyiləndə... 30 il tamamdır. Mən qardaşın zanına 30 il tamamdır ki, mən... Maşallah. 30 ildir, Aşıq Mübariz deyiləndə saz oynadan aşıq kimi tanınır. Və məni də bu yerə gətirən mənim millətimdir, xalqımdır. Onlara mənim canım qurban, ürəyim qurban. Efirlərin birində demisən ki, bu saz oynatmaqla bağlı, sazı atıb tutmaqla bağlı, demisən ki, mənə
bu ideya Cavanşir Quliyev tərəfindən Yox, gəlib. Məmmədov, Samaşil, Allah rəhmət eləsin. Cavanşir Məmmədov. Yeri behişt olsun. Mən 6 il onun ansamblında çalışmışam, Bakıya iş təzə gələndə. Mən onun ansamblında çalışmışam. O mənim üzərimdə haqqı böyükdür. Allah ona rəhmət eləsin. O sazı belə... Sən artıq solo ifa eləmək istəyirdin. Sazı belə, ansamblda sazı belə ifa elədiyim yerdə tutdu buradan, üzbəüz mənlə dayanmışdı. Tutdu buradan Əbdülün Əzizançı belə fırlatdı bu bürüzdə, gördüm əlim dayanmır, əlim işləyir. Onunla da bu sazın yolunu tutdum. Çünki həyatı boyu saz çalanlarda elə bir şey olmayıb, özün yaxşı bilirsən. Bəli. Elə bir ki, Allaha qurban olum, ey Əbdül. Elə bil Allah ona mənə vergi verdi, mən onunla da yolumu tutdum. O şoudan sonra, o etdiyin, belə deyək də, hərəkətlərdən sonra aşıqlar arasında səni qəbul etməməyə başladılar. Qırğın getdi, söz-söhbət getdi. Yəni, indinin bu saatısı da, məsəl üçün, mən efirlərin birində gördüm ki, Aşıq Abdo deyir ki, yəni Aşıq Mübarizə, Aşıq deyə müraciət eləməyin. İndi mən nəyə saz ifaçısı kimi. Bax, indi yəni, bu şeyləri sən məsələn qəbul eləyirsənmi ki, səni təqdim eləyəndə desinlər ki, saz ifaçısı Mübariz Camaloğlu gəlir? Eləmirəm nəyə görə, qoyun da deyim sənə, onu da açıqlayım. Yəni dəfələrlə də demişəm, yenə də deyim sənin verişində. Yəni mənim atam məşhur aşıq olub, Kəlbəcərdə. Aşıq Zamal, görsən üstündə də adı var, sazımın. Mən Aşıq Zamalın oğlu olaraq tam o bilmədiyim havalar ki var, 72 deyirlər, indi uzanıbdır, bəlkə də 120-ci, 130-u keçib. O tam havaları bilmədiyimə görə mən heç vaxt özüm aşıq demirəm. Bax, mənim el qarşısında, cəmaat qarşısında, bəlkə də bu dediyim düz sözə görə mən belə çox istənirəm xalqım tərəfindən. Mən niyə durum yalandan deyim ki, mən bütün 70 kimi havanın 72-ni də bilirəm. Bilmirəm axı. Ağsaqqal aşıqsan, elə bir ki, sənin yerində oturubdur, aşıq əhliman, Allah ona şəfa versin, can sağlığı versin. Rəhmətli aşıq ədalət olub, durar deyər ki, qardaş, bir dənə bana filan havanı sal. Mən əgər onu sala bilməyəcəmsə, mən niyə özüm aşıq deyim? Mən bu sarıdan, Əbdül, mən özümə heç vaxt aşıq deməmişəm. Amma yeri gəlsə... Amma yeri gələndə də meydan oxumusan. Avdı elə deyəndə, avdı ilə çıxmışdıq da, bizi sarmışdı ki, qardaş, aşıq avdı ilə aşıq mübariz gəlsin, burada deyişsinlər. Bəs mən ona görə gəlmişdim da, orada qalmaqalı özü qatdı, mən Arzu ilə elə söhbətimiz oldu, durdum, sıxım getdim evdən. Alınmadı bizim o efirimiz, deyişməmiz. Qardaş, hardan salırdı, mən də oradan salıb oxuyurdum. Burada nə var ki, mən güya aşıq havaları bilmirəm. Mən 40-a 50-yə yaxın havalar bilirəm. Mən niyə özüm aşıq deməyim ki? Heç onun 20-sini bilən yoxdur, özün aşıq deyir. Bəlkə səhv deyirəm, 20-25-ini bilən yoxdur, özün aşıq deyir. Öz də ki, o vaxtdan sən bəlkə də yadında olar, o vaxtı toylara ki, 80-ci illərdə, 70-ci illərdə aşıqlar gələndə toy yası çıxıb nə deyir? Deyir də aşıqları qarşılayın. Demirdi ki, gitar asalanı qarşılayın. Musiqiçilərə aşıqlar deyir. Aşıqları qarşılayın. Ən çox da bizim zona, bu aşıqlıq Qazax, Tovuz zonası. Dədə-babadan qalıb da bu aşıq. Musiqiçilərə heç vaxt, yəni musiqiçi deməmişik da, bu son dövrdə. Aşıq deyəm. Aşıq dili götürülüb ondan da, mən niyə özüm aşıq deməyim ki? Sadəcə olaraq, yəni mən... Bugün toylara, məclislərə gedirsən, məclislərdə səni qəbul edirlər, sevə-sevə məclislərinə insanlar dəvət edirlər və sevə-sevə ifalarına qulaq asırlar, ifalarına qol qaldırıb oynayırlar. Yəni... Və özün də iddia edirsən ki, o 72 aşıq havasının 50-yə yaxının bilirsən. 50-yə, 40-50 arası da belə deyil. 40-50 arası. Və bir neçə dəfədə sənin, üzrürsəm sözünü kəsilir, bir neçə dəfədə sənin məsələn, efirlərdə meydan oxumağın olub ki, kim istəyirsə gəlsin məndən deyişməyə, yəni üz duraq deyişək. Əgər uduzsam, sürdüyüm avtomobilin açarını da verəcəm. Heç sənə zəng eləyən olmadı. Gör neçə ildir bu sözü deyə gəlirəm. Biri 10 il var. 10 ildən çoxdur mən qardaşım. Hətta. Yəni mənim xatırladığım 10 il var. Sənə bir dənə söz deyim. Ayzarın verişi nə vaxtdan açılıbdır? Sən bilərsən, ayı bir dəfə Ayzar. Var, bir 15 il bəlkə də var. 15 ildən çoxdur. Olar bəlkə də. Ayzarın ilk verişinə gələndən durub ayağa sazı göyə, təkərlimdə göyə qaldırıb deyirəm ki, oğul istəyirəm sizin qabağıma. Əgər indiyənəcə manəcək gəlibsə, nə aparıcı mazən gelibsə ki, elə bir oğul var. Sabahlarım efirə sağıram, gəl efirə, əgər belə bir şey indiyənəcən olmayıbsa, indən də belə olası deyil.
Bir dənə sənin bir çıxışın da olmuşdu. Dedin ki, səhv eləmirəmsə demişdin ki, 60 yaşımdan sonra Bəli, aşıq sənətına son bax belə şeyləri 50-yə yaxın yaşın var da, artıq bir 10 il qaldı. 50 olacaq inşallah martın 20-sində. Allah ömür versin inşallah. Allah sizə də ömür versin əziz qardaşım. Yəni efirdəki o belə haqsızlığı ki görürdüm. İnan Allaha diksinirdim. Bax indi bir əmioğlun kimi, qardaş kimi oturub dərdim açılanda sənə. Bəli. Deyirdim mən axı bu millət ki məni bu cür çox istəyir. Bunlar niyə belə eləyir? Bu aparıcıma niyə bu sualı verir? Bax gəlirdim evə. Əbdülün Mübarizcanına 85 yaşında anam mənə deyirdi ki, oğul deyirdi, sən Allah bir də o efirə getmə. Və beləliklə bugün qonağım, bu otaqda qonağım Aşıq Mübariz oldu. Çox maraqlı söhbətlər oldu. Aşıq, sənə təşəkkür edirəm. Çox gözəl, səmimi söhbətlər üçün. Və sonda isə istəyirəm ki, əlbəttə ki, saz gəlibsə. Saz burdadırsa. Saz burada stolun üstündədirsə, sonda sazla yekunlaşdıraq. Olasın.